zaman çalışırıq ki, sizlərin yanında olaq, mənəvi dəstək olaq, bizim bilgimiz sona çatır. Hər kəsin özünün gücünün çatdığı qədər şəhid ailələrinin yanında olur. Bugün İgid qəhrəman oğullarımızdan biri olan vətən torpaqları uğrunda qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalan Səfərov Cəsarət Xaliq oğlunun anım gününə toplaşmışıq. Bəli, bugün 5 ildir ki, sabahlarımız cəsarətlə açılır. Bugün 5 ildir ki, Nuriye anamın gözləri yollara dikilir. Oğlunu yola saldığı o yollara cəsarətin yolunu gözləyir. Cəsarət valideynlərinin söz verdiyi kimi qayıtdı, bəli. Vətən torpaqlarını xilas edərək qəhrəmancasına şəhid olaraq şəhid kimi, vətən oğlu kimi qayıtdı bizlərin yanına və üç rəngli bayrağın ucalarda dalğalanması üçün canını fəda etdi bizim qəhrəman oğlumuz Nuriye ana, Xaliq ata. Biz sizə minnətdarıq, belə qəhrəman oğul böyütmüsünüz. Vətən üçün canını fəda edən ölümsüz qəhrəman böyütmüsünüz. Hər zaman sizlərin yanında olan, şəhid-sevər, şəhidlər aşığı olan Hacı xan da aramızdadır. Mən onu da dəvət eləmək istəyirəm. Və Portaldan Qarabağa Gedək Yol adlı qrupumuzun adından bizim sizə hədiyyəmiz var, onu təqdim edəcəyik. Hacı xanım, buyurun, biz gəlmədən siz öz ürək sözlərinizi deyin. Hər birinizi salamlayıram. Salam olsun ölümün ölümsüzlüyə qovuşan qəhrəman oğullarımıza, şəhidlərimizə. Salam olsun o şəhidləri dünyaya gətirən analara. Salam olsun o şəhidləri qəhrəman kimi yetişdirən atalara. Hər birinizi salamlayıram analar. Söz acizdir artıq, biz danışdıqca, illərdir danışırıq, tarixlər keçəcək, biz dayanmadan bu şəhidlər haqqında danışacağıq. Bu şəhidlər tarix yazdılar. Bəzən deyirlər ki, şəhidlər öldü, rəhmətə getdi. Mən bunu heç bir zaman qəbul etməmişəm və qəbul etməyəcəm. Şəhidlər ölmür. Şəhidlər ölümü öldürüb əbədi yaşayırlar. Şəhidlərin qarşısında ölüm acizdir. Bu cür qəhrəman oğullardan biri də şəhidlik zirvəsinə ucalmış, böyük bir məqamda olan şəhidimiz, cəsarətimizin bugün şəhadətə ucaldığı gündür. Məqamı daim ucu olsun, yeri cənnətdir, cənnəti əbədi olsun. Bir şeirdə yazır ki, şəhidimiz cəsarətini göstərir, Şahmarın qisasını aldı. O şəhidlik məqamından ucalmamışlar, öncə bir söz vermişdi. Mən Şahmarın qisasını alacağım. Şahmar bildiğimiz kimi şəhidimizin əmsi oğludur. Baş leytenant idi. O şəhidimizdən öncə şəhadətə ucalmışdı Şahmar oğlumuz. Cəsarət nəinki tək Şahmarın, minlərlə Şahmar kimi oğulların qisasını aldı. 92-ci ildən bu yana torpağın azadlığı uğrunda şəhid olmuş və ruhları rahatlıq tapmayan bütün şəhidlərimizin qisasını cəsarət kimi oğullarımız aldı. Allah bütün şəhidlərin məqamını uca eyləsin. Və cəsarət kimi oğulların qisasında antiterror şəhidlərimiz aldı. Allah bütün şəhidlərimizin məqamını uca eyləsin. Yerləri cənnətdir, cənnətləri daim olsun. Bizə bu şəhidlərimiz bir tarix yaşatdılar. Özləri tarixə qovuşdular, ancaq elə bir tarix yazdılar. O tarix dünya var olduqca daim səslənəcək ki, 30 illik azad olmamış torpaqları 44 günə məhz bu cür cəsarət kimi qəhrəman oğulları aldılar. Allah sizlərə səbir versin analar. Biz nə qədər ağız dolusu danışsaq da, nə qədər tərif etsək də, ancaq ananın ciyəri kimi yanan ikinci bir yanığı yoxdur və o yanığı heç bir zaman sönməyəcək. Ta addım ki, heç bir dünya əbədi deyil. Bir gün gələr, mütləq ki, bir gün gedəcək. Və sizlərin də oğlunuzla aranızda bir məsafə ayırır. Ayrılıq, həsrət məsafəsi. Hər biriniz o cənnətin, o gözəl məqamında oğullarınız əlinizdən tutanda, inşallah mənə də nəsib olsun ki, bir şəhid mənim də əlimdən tutsun. Tutanda və siz onda deyəcəksiniz ki, mənim ciyarım yananda mən bu yanığı bütün mənim günahlarım bağışlayır. Bu cür gözəl bir cənnətə daxil olmuşam və əbədi qalacağımız o cənnət ki, qalacağımız, daha doğrusu mənim ümidim yoxdur cənnətə getməyimə. O cənnətə ki,
əbədi yaşayacaqsınız və bu fani dünyanın fani olduğunu, əbədi olmadığını onda, hər birimiz onda dərk edəcəyik. İndi dərk edə bilmirik, özümüzə qəbullana bilmirik, buna ölüm deyirik. Ancaq inanın şəhidlər ölmür. Hər bir zaman adını çəkdikcə şəhid oğullarımızın sağ yanımızda anaların olur, yarı olanların sol yanında olur. Biz günahkar qulların da əgər günahımız yoxdur, yanımıza gəlirlər, günahımız varsa da bizdən uzaqlarda sadəcə olaraq seyr edirlər. Allah bütün şəhidlərin məqamını eyləsin. Bayrağımızı daima zirvələrə qaldıran oğullardır, məhz sizin dünyaya gətirdiyiniz oğullar. Allah Teala çəkili bayrağımız yolunda şəhid olan, o bayrağın Qarabağa, Şuşaya, Laçına, Xocabəndə, Zəngilana asan oğulların məqamı daim ucu olsun. Siz oğullar, siz analar, məhz Azərbaycan xanımları dünyaya gətirib və çox xanımlarsa oğulu gedəndə qarşısına durmayıb. Deyib, get oğul, bu vətəni azad eylə, bizim başımızı dik eylə və mən bilirəm ki, siz qələbilə, zəfərlə qayıdacaqsınız. Düzdür, çox oğullarımız şəhid oldular, qayıtmadılar, amma qayıtmayan torpaqlarımızı qaytardılar. Bir yerdə oxumuşdum ki, tarixdən 2 alan uşaqlar tarix yazdılar. Mən bunu da qəbul etmirəm. Niyə? Çünki tarixi bilmədən, tarixdən 2 alan uşaqlar tarix yazmırlar, tarixi bilən oğullar, tariximizi qoruyan oğullar, 5 alan oğullarımız getdi, torpaqlarımızı azad etdi, tarixlərə qovuşdular və tarix kitablarının ən önəmli səhifələrində onların adları olacaq və bu Qarabağı bizləri qovuşduran, torpaqlarımızı azad edən oğullar. Allah hər birimizin məqamını özü eyləsin deyirəm. O müqəddəs ruhunuz qarşısına baş əyirəm, şəhid oğullar. Nuriyə bacı, Allah sizlərə səbir versin. Siz oğul dünyaya gətirəndə o tək sizin oğlunuz idi. Ancaq şəhid olandan sonra onlar hər bir Azərbaycanın kişisinin və qadının da oğludur. Hər bir gənc qızın qardaşıdır, bacısıdır. Bunu təbii ki, özünə dərk edən millət nədir, şəhidlik nədir, vətən nədir, bayraq nədir anlayanlara aiddir. Analar övlad dünyaya gətirəndə deyir, cənnət onların ayaqları altında olur. Ancaq oğul şəhid olan anaların atdığı hər addım cənnətdir. Sizin cənnətiniz daimi olsun. Allah da sizə bolluca səbir versin. Nə deyim, nə qədər söz desəm də yenə söz acizdir. Deyirlər ki, təkrar edirsən hər bir zaman bu sözləri. Təkrar biliyin anasıdır. Və mən bunu da belə bir müqayisə edirəm ki, biz hər gün 5 dəfə namaz qılırıq və bu namazı təkrarlayırıq. Bax, namaz qədər doğmadır, əzizdir, əbəlidir şəhidlərimiz və bizi cənnətə aparan bir cığırdır şəhidlər. Allah sizlərə səbir versin, yerləri daimi cənnətdir, cənnətləri əbədi olsun deyirəm. Raziyə xanım, sizə də təşəkkür edirəm. Hər bir zaman şəhid ailərin yanında olmuşsunuz. O sevgi şeirlərinizi şəhidlərə həsr etmişsiniz, qələminiz daim iti olsun. Allah sizə zehn açıqlığı versin, gözünüzə nur versin ki, daimi yazasınız, yaradasınız. Allah sizləri də var eləsin. Çox sağ olun əzizlərim, haqqınızı halal edin. Təşəkkür edirəm hər birinizə. Bu cür oğullar dünyaya gətirdiyiniz üçün və siz bu oğulları bəs bu vətən, bu torpaq üçün şəhid vermişsiniz. Məqamları uca olsun hər birinin. Çox sağ olun. Biz sizə təşəkkür edirik və Borçalı analarımızın adından Cəsarətin evliliğinə isə bu tablonu hədiyyə edirik. Allah şəhidlərimizin məqamını uca etsin. Bugün Nuriyə bacı, bizim sizə bir hədiyyəmiz də var. Aramızda olmasa da, məsafələr bizdən ayırsa da, bir vətənpərvər xanımı indi hal-hazırda yanımızda deyil, Rastov şəhərindədir. Bu isə Leyla xanım Əhmədovanın sizə hədiyyəsidir. İstədik ki, bunu da sizə təqdim edək. Cəsarətin rəsmi döyülmüş medalyondur. Mən istəyirəm ki, biz qəhrəman oğlumuzun da anasını bura dəvət edib. Dünən cənnətdəki Mövlud günü idi. Müəyyən səbəblərdən mən gəlib dünən o tədbirdə iştirak edə bilmədim. Amma Leyla xanım Əhmədovanın sizə də hədiyyəsi var. Nüsrət ana, bu Leyla xanımın sizə hədiyyəsidir. Elə cənnətdən bunu sizə Mixail göndəribdir. Məkanı cənnət olsun. Qəhrəman igid oğullarınız. Ruhunuz qarşısında ehtiramla baş əyirik. Vətən sizi unutmadı. Siz vətəni unutmadınız. Qəhrəman oğullar. Ruhunuz şad olsun. Doğma Qarabağ azaddır. Şuşamız azaddır. Üç rəngli Azərbaycan bayrağı qürurla dalgalanır. Vətən sağ olsun.